Əziz kitabsevərlər, bu dəfə kitab karvanımız doğma Naxçıvanda dayanacaq. Öyrənmək, öyrətmək və paylaşmaq üçün çıxdığımız bu gözəl yolda bu dəfə əziz Naxçıvanlı kitabsevərlərimizi sevindirəcəyik. Belə ki, 9-u, 10-u, 11-i may tarixlərində Sahat Meydanında Buxfest Kitab Festivalı keçiriləcək. Azərbaycan Respublikası Prezidentinin Naxçıvan nümayəndəliyinin təşəbbüsü, Naxçıvan şəhər icra hakimiyyətinin və ANAİB-in təşkilatçılığı ilə keçiriləcək sərgidə tanınmış yazıçılar, eyni zamanda şairlər iştirak edəcək. Onu da qeyd edeyim ki, dəyərli yazıçımız Rövşən Abdullaoğlu da Buxfestdə iştirak edəcək və siz dəyərli oxucularla görüşə gələcək. Qeyd edim ki, Rövşən Abdullaoğlu'nun görüşü 9 may saat 12:00-dadır. Çox sayda nəşriyyatların iştirak edəcəyi bu festivalda biz də Qədimqala və Dostum nəşriyyatı olaraq iştirak edəcək, yeni kitablarımızı əziz oxucularımıza təqdim edəcəyik. Həmçinin qeyd edeyim ki, bu festivalda bütün kitablara 50%-ə qədər də endirim olacaq. Hamınızı kitab bayramında iştirak etməyə dəvət edirəm. Əziz dostlar, gəlin ki, görüşək və öz dəyərli kitablarımızı seçək. Görüşmək ümidi ilə.